Soruş qardaş deyir ki, bütün ibadətləri yerinə yetirir. Həm nafilələr falan. Amma buna baxmayaraq yenə imtahanlara, bəlalara məruz qalır da. Bunun səbəbi nə ola bilər? Yəni, bacardığı qədər ibadətlərini yerinə yetirir də. O bilirsən nə oxşuyur? Bəzi insanlar məsələni düz başa düşmürlər. Necə? Elə bilir ki, ibadət edəndən sonra bunun həyatında hər şey düz getməlidir. Subhanallah. Bunun başına heç nə gəlməməlidir. Bu imtihan olmayacaq. Və xırda nəsə olanda müsibət yaxud bəla, imtihan da deyir, mən axı namaz qılıram. Bunlar niyə oldu ki? Belə eşitmişsiniz? Belə adamlar var, subhanallah. O başqa cür baxır məsələyə. O elə bilir ki, namaz qıldı, oruç tutdu, ibadət əhlidirsə və salam, buna heç nə nazil olmamalıdır. Yəni, müsibət, bəla, imtihan, çətinlik olmamalıdır. Belə başa düşür. Aleykümselam və rəhmətullah. Biz deyirik ki, bu səhvdir. Niyə? Allah subhanahu və teala Qur'anda Ənkabut surəsində nə xəbər verir? Əlif, ləm, mim Əhəsibən nəsu ən yutraku ən yəqulu əmənnə və hum lə yuftənun. Yoxsa insanlar elə hesab edirlər ki, biz iman gətirdikdən sonra, biz iman gətirdik deyəndən sonra onlar imtihan olunmayacaqlar. Fikir verin. Yoxsa insanlar elə hesab edirlər ki, iman gətirdik deyəndən sonra biz onları imtihan etməyəcəyik. Və ləqəd fətənnəl-ləzīnə min qablihim. Biz onlardan qabaqçıları da imtihan etdik. Fikir ver. Fələyələmənnəllahul-ləzīnə sataqu və ləyələmənnəl-kəzibin. Biz onlardan qabaqçıları da imtihan etdik. Allah Teala ayırt etsin. Bəlli olsun kim sadiqdir, kim yalancıdır. O imtihandan sonra bilinir axı kim kimdir. Yəni sən imtihandan sonra bilinirsən kimsən, nəçisən. Əl-muhim. Şeyxülislam İbn Teymiyyə rahimehullah gözəl bir söz deyir. Deyir ki, heç kim zənn edə bilməz ki, mən Allaha iman gətirəndən sonra mən iman gətirmişəm deyib, sənə heç nə olmamalıdır. Ağrılardan xilas olacaqsan. Heç kim belə zənn edə bilməz. Bu zənn düzgün deyil. Yəni, belə fikirləşmək olmaz. Səhv fikirdir bu. Var belə insanlar. İman gətirmişəm, nəyə görə mənim başıma bir şeylər gəlməlidir? Niyə mən bundan qarşılaşmalıyam? Niyə belə olmalıdır? Niyə xəstələnməlidir övladım, özüm, zövcəm? Sənə aid olan hər bir şeydə, minikdir, evdir, filan, sənə aid olan hər bir şeyə müsibət, bəla gəlirsə, heç vaxtı deyə bilmərsən ki, mən axı iman gətirmişəm. Niyə bunlar olmalıdır? Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, وَهَذَا أَصْلٌ عَظِيمٌ. Bu əzəmətli bir əsildir, Emil. فَيَنْبَغِ لِلْعَاقِلِ أَنْ يَعْرِفَهُ. Hər bir aqil insan bunu dərk etməlidir, başa düşməlidir ki, imtihan olunacaqsan. Müsibətlər, bəlalar olacaq sənə. Və İstiqamə kitabında İbn Teymiyyə rahimehullah deyir ki, hər bir müsəlmanın başına gələn müsibətə görə ona əcr yazılır, savab. O müsibətin miqdarına görə bəla kiçik böyük olur axı. Eyni olmur ki, fərqlidir hamıda. O gələn sıxıntılar, çətinliklər, ağrılar, xəstəlik olsun, hər bir şey sənə aid olan. Onlar müxtəlif olduğu üçün əcirlər də müxtəlifdir, savablar. Hər kəsin imanına görə bəla gəlir və onun miqdarında əcir, savab yazılır, sən ehtisab etsən. Ona görə bu məsələ Şeyxülislam elə belə demir. Deyir ki, وَهَذَا أَصْلٌ عَظِيمٌ. Bu əzəmətli bir üsuldur, başa düşüləcək, əsildir. Sən dərk edəsən ki, iman gətirəndən sonra sənin başına belə şeylər gələcək labüddür. Çünki bizdən qabaq olan Peyğəmbər sallallahu aleyhi və səlləmə soruşanda ki, ən çox kimlər çəkir bu bəlanı, ağrını? Deyir, Peyğəmbərlər. Peyğəmbərlər? Yox, qulaq asın qoy. Peyğəmbərlər ən çox bəla çəkən olublar, müsibət, imtihanlarla üzləşiblər, qövmləri tərəfindən. Sonra soruşurlar ki, ya Rasulallah, soram kimə? Deyir ki, onlardan sonra onlara oxşayanlar,
onlara tabi olanlar, onların, yəni demək istəyir ki, onların yolu ilə gedənlərə bu üz verəcək, baş verəcək bu müsibətlər. Nə qədər ki, sən peyğəmbərlərin yoluna tabi olursan, ittiba edirsən və sənə də bu bəlalar, müsibətlər gəlməlidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İzamul cəzə mə'a izamul bələ. Mükafatın, əcrin, cəzanın böyüklüyü müsibətin böyüklüyünə görədir. Əzəmətli sözdür. Əcrin, savabın böyüklüyü həmin o üz verən şey yoxdur, onun böyüklüyünə görədir deyir. Azdırsa az savabdır, çoxdursa çox savabdır, ehtisab etsən. Hər bir halda belə şey yoxdur, Emil. Mən iman gətirmişəm, səcdə edirəm, namaz qılıram, ruku edirəm, hər şey yaxşı olmalıdır, pulum olmalıdır, varlı olmalıyam, nə bilim, maşınım olmalıdır, evim olmalıdır. Belə bu səhvdir, yəni. Ola bilərsən də hamısı olsun, iman gətirəndən sonra hamısı əlindən çıxsın. Bu imtihandır. Yəni, qardaşım, bu diyar yoxdur. Diyar. Diyar nədir? Ev. Dünya yəni, bu aləm. Vallahi ibtila üçündür. İbtila üçündür. Sən bu diyara buna görə gəlmirsən ki, ibtila olasan. Bu çətinlikləri görəsən, ağrıları hiss edəsən. Bu onun üçündür. Və o hamısı imtihandır. Allah subhanahu və teala insanları imtihan edir. Bu qədər.